Herkese salam, kanalıma və videoma xoş gəldiniz. Bugün sizlərlə səhifə 102-də olan ümumiləşdirici təkrarı izah edəcəm. Ümid edirəm ki, izahımı bəyənib kanalıma abunə olacaqsınız və videomu bəyənəcəksiniz. Bu arada bu dərsi də izah eləmişəm. Mən YouTube'da girib kanalımda baxa bilərsiniz. Einstein dərslərindən işə alırdı. Yəni onun da izahı var. Yavaş-yavaş mən keçə-keçə 5-ci bölümə gələm və artıq 15 abunəyə sahibəm. Yəni olduğu kimi qalıb da, heç bir şey dəyişmir. Yəni hər şey olduğu kimi qalır. Amma mən yenə də əl çəkmirəm. Yəni video atmağa davam eləyəcəm. Həvəsdən düşmürəm. İnşallah da nəticə yaxşı olacaq. Qələmin rəngini dəyişim. İnşallah. Aha, ümumiləşdirici təkrar. Dəqiqə. Ümumiləşdirici təkrar. Aha, keçirəm 1-ə. Deyir ki, bu bölmədə hansı mətnlər informasiya, hansıları tərbiyəvi xarakter daşıyır, hansı mətndə bunların hər ikisi var. Aha, uşaqlar, deməli birinciyə yazacaqsınız mənim dediklərimi indi. İnformasiya xarakterli mətnlərə yazacaqsınız. Yəni informasiya qoyacaqsınız, qoşa nöqtə qoyacaqsınız, sonra yazacaqsınız həmin mətnlərin adını. Deməli birincidə informasiyaya aiddir təqvim və qədim yazı materialları. Daha sonra tərbiyəviyə aiddir zamanın idarə olunması, yəni mənim fikrimcə. Amma həm informasiya, həm də tərbiyəvi xarakterə aid mətn isə uğura gedən yoldur. Ümid edirəm başa düşdünüz. Deməli 2. Deyil mətndə gələcək həyat yolunuzda uğur qazanmaq üçün lazım ola biləcək əsas fikirləri seçin. Seçimlərinizi izah edin. Bunu təbii ki, sizin öz öhdənizə buraxıram. Çünki burada yəni hər kəsin öz fikri var. Yəni bu da sizin öz fikrinizdir. Yəni bunu sizin öz öhdənizə buraxıram. Yəni bunu siz özünüz yazmalısınız da. Daha sonra keçirəm tapşırıq 3-ə. Deyir köçürün. Bağlayıcıların altından bir xətt, qoşmaların altından 2 xətt çəkin. Uşaqlar, mən bir xətt və ya 2 xətt çəkməyəcəm. Elə həmin o sözləri deyəcəm. Sizə hansı qoşma, hansı bağlayıcıdır. Deməli, baxırıq tapşırıq 1-ə. Deyir ki, insanlar arzu və xəyallarına görə bir-birlərinə bənzəyir. Amma xasiyyətlər və vərdişlər müxtəlif olduğu üçün bəzən bu oxşarlıq pozulur və bundan başqa fəlakətlər törəyir. Deməli, buradaxı, daha doğrusu birinci vədəki söz, baxın bu söz, bu və olacaq qoşma. Uşaqlar, baxın, birdəki və olacaq qoşma, daha sonra sonra burada görə sözü var. Baxın, görə sözü. Mən elə deyim sizə, görə sözü də burada qoşma olacaq. Daha sonra baxaq. Aha, bir də burada amma sözü var. Aha, uşaqlar, bir də burada amma sözü var. Burada da ki, amma sözü də olacaq bağlayıcı yenə. Daha sonra bir də burada üçün sözü var. Üçün sözü də qoşma olacaq. Deməli, baxın, mən bunları ən yaxşısı silim. Dillə deyəcəm sizə tam aydın şəkildə. Bir dəqiqə. Aha, baxın. Deməli, birinci cümlədə arzu və burada bağlayıcı olacaq. Daha sonra bir-birinə bənzəyir. Amma burada uşaqlar bağlayıcı olacaq. Daha sonra görə sözü var. Xəyallarına görə. Burada da qoşma olacaq. Və üçün var, müxtəlif olduğu üçün. Üçündə də olacaq qoşma. Daha sonra 2. Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Deməli, ikincidə və sözü var və şükür edirdi. Burada və sözü bağlayıcı olacaq. Daha sonra şükür edirdi ki, bağlayıcı olacaq.
Daha sonra Gülpəri onu özü ilə burada olacaq qoşma. Bu qədər. Daha sonra 3. İndi kənddə uçmuş evlərdən savayı gözə heç nə dəymirdi. Sahibsiz itlər də baxışları ilə bizi məzəmmət edirdi. Biz isə mütəhhimlər kimi boynumuzu bükmüşdük. Deməli, burada evlərdən savayı burada qoşma olacaq. Daha sonra sonra nə var? Baxın. Bir də sahibsiz itlər də baxışları ilə, burada sahibsiz itlər də bağlayıcı olacaq. Daha sonra baxışları ilə qoşma olacaq. ilə qoşma, sonra baxın. Bir də uşaqlar burada bizi isə yəni burada bağlayıcı olacaq və mütəhhimlər kimi burada yenə qoşum olacaq. Ümid eləyirəm başa düşdünüz. Keçirəm tapşırıq 4-ə. 4-də deyir ki, 4-də 2 nümunə göstərəcəm sadəcə. Qalanlarını da siz özünüz yazarsınız. Deyir ki, verilmiş cümlələrdə buraxılmış vericiləri bərpa edib köçürün. Özündən böyüklərə hörmətlə yanaş. Çünki sən də nə vaxtsa yaşlanacaqsan. Buradakı yanaş, baxın. Yanaşdan sonra vergül qoyulur. Yəni yanaş belə vergül qoyulur. Baxın. Yanaş, vergül. Baxın, belə olacaq. Özündən böyüklərə hörmətlə yanaş. Vergül. Çünki sən də nə vaxtsa yaşlanacaqsan. Daha sonra 2. Həmişə öz iradənin ağası öz vicdanının köləsi olar. Burada iradənin ağası olacaq. Vergül qoyulacaq. Baxın, vergül qoyulacaq. Yəni, həmişə öz iradənin ağası vergül, öz vicdanının köləsi idi. Mən 2 dənə nümunə göstərdim. Ümid eləyirəm ki, digərlərini də siz özünüz yazarsınız. Daha sonra keçirəm tapşırıq 5-ə. Deyir ki, qoşulmaları tapın, aid olduğu sözlə bircə seçib mənasını izah edin. Birincidə, burada da 2 nümunə göstərəcəm dediyim kimi. Tağı əminin göstərişi ilə mən Məmmədağa, qara toyuq, alacəhrə, sərsə kimi quşları tutmağı öyrətmişdik. Burada ilə, baxın, tağı əmi ilə burada qoşma olacaq. İlədən sonra həm də daha doğrusu burada bizdən soruşmur, vergül, durğu işarələri qoyun. Soruşur ki, qoşmaları tapın. Mən də oradan qoşmaları tapacağım. Uşaqlar, burada tağı əmilliyi ilə, göstərişi ilə daha doğrusu. Burada qoşma ilə sözüdür. Birincidə ilə sözüdür. Mən qara toyuq, sərçə kimi quşları tutmağı öyrətdik. Burada kimi də yenə qoşma olacaq. Daha sonra Abbas gətirildi dar ayağına, xına tək yıxıldım yar ayağına. Yoxsulu çəkərlər var ayağına, indi mənim kimi mərdə Gülpəri. Deməli, burada xına tək. Tək burada qoşmadır. Tək. Daha sonra və kimi. Baxın. İndi mənim kimi. Burada deməli birinci cümlədə ilə kimi qoşma, ikinci cümlədə isə xına tək, yəni tək və kimi qoşma olacaq. Çünki qoşmalar istəyirdi. Beləliklə bir videomuzun izahına sonuna gəldim daha doğrusu. Ümid eləyirəm videomu bəyənib kanalıma abunə olacaqsınız. Uşaqlar, artıq biz 4-cü bölməni bitiririk, keçirik 5-ci bölümə.
Amma mən yenə də daha doğrusu 15 abunəçiyə sahibəm. Yəni xahiş eləyirəm bu 15 abunəni qaldıraq. Çünki mən səhv eləmirəmsəm 7 fevral idi ya da 8 fevral idi. Bir dəqiqə indi baxıb deyəcəm. Aha uşaqlar, mənim baxdım indi mən YouTube-a qoşulma tarixim 1 fevraldır 2025-ci ildə. Yəni hələ də 15 abunəçiyə sahibəm. Biz aprel ayındayıq. 2 aydır mən YouTube-a başlamışam. Yəni 2 ayın neçəsə gündürsə, amma hələ də heç bir dəyişiklik yoxdur. Yəni 15 abunə qalmışam. Yəni dəyişilmir. Nə abunə sayı, nə də ki, bəyənmələr, yəni gəlir, normaldır. Amma abunə ilə olduğu kimi qalıb. Nəsə, deməyim budur ki, zəhmət olmasa videonu bəyənib kanala abunə olun. Həqiqətən, çünki bu çox önəmlidir uşaqlar. Yəni bunu heç unutmayın. Yəni əgər videoya baxırsınızsa, bir dənə də kanala abunə olub bəyənməyi unutmayın. Nəsə, sağ olun, salamat qalın.